Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Salam əziz izləyicilər, hər birinizi İmam Hüseyin əleyhissalamın mövludu münasibətilə təbrik edirəm. Allah o həzrətin dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah bizləri o həzrətin yanından ayrı salmasın. Qiyamətdə də onunla bir yerdə olaq inşallah. Həqiqətində çox əzəmətli bir günlərdən hesab olunur. Biz həmişə İmam Hüseynə əzadarlıq keçirərdik, amma bugün isə onun mövlududur. Və təbii ki, mövludu da belə geniş qarşılanmalıdır, gözəl qarşılanmalıdır. Onun əzəməti ilə onun mövluduna da aiddir. Necə ki, əzadarlıq edirik, mövludunu da keçirmək bizlərə vacib hesab olunur. Yəni, onun barəsində danışmalıyıq. İmam Hüseyin əleyhissalam mövludu sadəcə bir tarixi doğum deyil. Bu mövlud təslim olmuş şəxsin kainata gəlişidir. Elə bir şəxs dünyaya gəlib ki, bu insan, bu şəxs təslim olmuş şəxsdir. İmam Hüseyin əleyhissalam Allah qarşısında öz mənini, ənaniyyətini yox etdi. Öz mənini yox edən bir şəxsin təcəssümüdür İmam Hüseyin. Ariflər deyirlər ki, insanın ən çətin mərhələsi günahdan çəkinmək deyil, günahdan keçmək deyil. Ən çətin mərhələ bu deyil. Bəzən bizə günah çox çətin gəlir, o günahdan keçmək çox çətin gəlir. Amma ariflər deyirlər ki, insanın özündən keçməsi ən çətin mərhələdir. Nəinki günahdan. İmam Hüseyin əleyhissalam da bu mərhələni aşmışdı. İmam Hüseyin nəinki günahdan keçmək, İmam Hüseyin əleyhissalam özündən keçdi, bu mərhələni aşdı. İmam Hüseyin təkcə Allaha itaət etmirdi. O Allahda fani olmuşdu. Bütün hər bir şeyini Allaha təslim etmişdi. Ona görə də Kərbəla İmam Hüseyin üçün bir faciə deyildi. Bəs nə idi? Təslimiyyətin kamal nöqtəsi idi. Biz onun zahirinə baxıb bir faciə kimi görürük. Amma İmam Hüseyin üçün bu təslimiyyətin ən pik nöqtəsi idi. Nədir təslimiyyət? Təslimiyyət hadisələri sevmək deyil. Mən bu hadisəni sevirəm, başıma bəla gəlir. Təslimiyyət nədir bəs? Təslimiyyət odur ki, insan Allahın iradəsini öz iradəsindən üstün görsün. İnsan əgər Allahın iradəsini öz iradəsindən üstün görsə, budur təslimiyyət. Bax, təslimiyyətin mənası budur. Hətta qəlbi parçalansa belə o düşünəcək ki, Allah var. Allahın iradəsi hamısından üstündür. O bilir, o hər şeydən xəbərdardır. İmam Hüseyin əleyhissalam susuzluq içində övladlarının can verdiyi anlarda belə Haqqa, yəni Allaha etiraz etmədi. Həzrət Haqqa etiraz etmədi. Çünki onun qəlbində bir həqiqət var idi. Nə? Təslimiyyət. Allah gözəl bilir. İlahi, rizan bi qəzaik və təslimən li əmrik. Əhzab surəsinin 36-cı ayəsində Allah buyurur ki: "Və mə kənə lil-mu'minin və la mu'minə iz qadallahu və rasuluhu əmran an yakuna lahumul xiyaratu min əmrihim." Buyurur ki, nə mömin qadın, nə mömin qadın və mömin kişilərin ixtiyarı yoxdur. Seçim ixtiyarı yoxdur. Seçim hüququ yoxdur. Nədə? Əgər Allah bir şey barəsində və Peyğəmbərə bir şey barəsində qəzavət etdisə, hökm verdisə, deyir, mömin kişilərin və qadınların ixtiyarı yoxdur orada seçim etsin. Biz bunu bəzən zahiri tərəfinə baxırıq. Amma məsələn həqiqəti budur ki, mömin qadın və mömin kişilər o kəslərdir ki, onlar seçim eləmirlər. Seçim barəsində heç düşünmürlər. Niyə? Çünki öz iradələrini Allahın iradəsinə təslim ediblər. Onların iradəsi yoxdur. Onlar bilirlər ki, Allahın iradəsi bütün iradədən üstündür. Allahın qəza və qədərinə mən razıyam. O nə iradə eləyəcəksə, onu əməl eləyəcəm. Baş əyəcəm. Bax, bu ayənin mənası ilə həm də budur. Bu cür izah eləyə bilərik. Allahın seçdiyi yol bəndələrinin rahatlığından daha üstündür. Ola bilər zahirdə mənim üçün bir çətin olsun. Amma Allah onu seçibsə, o daha üstündür. Ariflər deyirlər, Allah səni sındıranda, səni imtihan edib, o sınmaq zahirən sınmaqdır. Amma əslində nədir? Allah o imtihanda səni tərk etmir. Bəs neyinir?
Allah səni özündən azad edir. İstəyir ki, səni nəfsindən azad etsin. Sən zahirdə görürsən, Allah məni imtahan etdi, sındırdı. Sən buna sınmaq kimi baxırsan. Amma Allah istəyir ki, sən özündən azad olasan, öz nəfsindən azad olasan. İmam Hüseyin əleyhissalam bu azadlığın zirvəsində idi. İmam Hüseyin əleyhissalam canını itirmədi. Ümumiyyətlə, İmam Hüseyin can anlayışını aşdı. Onun üçün can mühüm deyildi. Onun üçün məğlubiyyət deyilən bir şey yox idi. O mən anlayışını qurban vermişdi. O Allah üçün hər şeyindən keçdi. Bax, budur. Bu kəsin biz mövludunu keçiririk. Elə bir şəxsdir ki, bu şəxs zahirən biz baxırıq ki, bu qədər çətinliklər, əzab-əziyyətlər necə dözdürsün ki, o mənliyindən keçmişdi. Yəni, o öz egosundan, onun üçün mühüm olan mən yox, o idi. Hər bir qərarda mən yox, onun qərarı. Həyat bax budur. İmam Hüseyin əleyhissalamın mən yox, o, Allahın mühüm tutması, əhəmiyyətli bilməsi, öz iradəsini, Allahın iradəsinə təslim etməsi, bu təslimiyyət məqamı qoruyub saxladı. Bugün biz İmam Hüseyinlə danışırıq. Tarixin gözəlliyi adlandı. Tarixin gözəlliyinə ona görə çevrildi ki, bu zahirdə bir şey deyildi. Bu böyük bir şəxsiyyət aşiq və məşuqun arasında olan bir söhbət edirdi. Böyük bir şəxsiyyətin aşiq və məşuq arasında ünsiyyəti idi. Zahirən baxırıq ki, qılınc, dava, yox, bunlar qılınc davası deyildi. Bu məsələnin zahiri tərəfi idi. Bəs bu dava nəyin davası idi? Bu dava batini bir dava idi ki, İmam Hüseyin dedi ki, ilahi, səni istəyirəm, sənə təslim edirəm. Allah deyir ki, bəlkə eləyə bilməzsən, bunu da təslim eləyə bilərsən, bunu da qurban verə bilərsən. Deyirdi, eləyərəm. Dedi, bəs bunu hər şeyi bir-bir qurban verdi İmam Hüseyin. Bu onun davası idi ki, İmam Hüseyin Allahla bunun davasını edirdi ki, ilahi, mən hər şeyimi sənə təslim etmək istəyirəm. Allah da onun davasını edirdi ki, Hüseyin, bəlkə sən bacarmazsan, çətin olar sənə. Deyirdi, yox, çətin olmaz, hər şeyimi sənə təslim eləyəsən. Biz zahirdə orada qılınc görürük, nizə görürük. Amma bu, aşıqın məşuqla olan bir ünsiyyəti idi. Bugün biz onun mövludunu qeyd edirik və əsl sual budur. Biz Allaha nə qədər təslimik? İmam Hüseynin bu Kərbalasından nə dərk etmişik? İmtahan gələndə biz neynirik? Allaha təslim oluruq. İmam Hüseyin bizə öyrətdi ki, haqqa gedən yol bəzən Kərbaladan keçir. Yəni, bu mənada ki, Kərbalada həmin o aşiq məşuqun yolundan keçir. Və bu azadlıq deməkdir. Sonda bir azadlığa qovuşursan. Nə azadlığıdır o? Rəbbimə qovuşmaq azadlığı. Hər şeydən qırılıb Rəbbimə qovuşmaq azadlığı. Bugün qeyd etdiyimiz kimi İmam Hüseyin əleyhissalamın mövlud günüdür. Allah o həzrəti, bizi o həzrətdən ayırmasın. Dünya və axirət bizi o həzrətdən məşhur eləsin və inşallah İmam Hüseyin kimi biz də təslimiyyət ruhiyyəsində olaq. Bir daha hər birinizi bu mövlud münasibətilə təbrik edirəm.